Bu gün deməli not any longer, no longer, sonra anymore, no more bu barədə danışarıq. We use no longer or not any longer to talk about the end of an action or state. No longer is more formal. Deməli not any longer və no longer biz bir hərəkətin və yaxud da vəziyyətin sonu barəsində danışarkən istifadə edirik. No longer isə daha rəsmidir, daha yazıda istifadə olunur. Any longer isə informal deyək, çünki o danışıqda daha çox istifadə edilir. One day I could no longer stand it. Yəni mən bir gün artıq dözə bilmədim, daha doğrusu artıq mənasını verir. Və fikir verirsinizsə no longer köməkçi feildən sonra əsas feildən əvvəl işlənir. Yəni işlənmə yeri budur. Not any longer isə not bildiyiniz kimi köməkçi feilin yanında işlənir, amma any longer cümlənin sonunda istifadə olunur. Məsələn, I couldn't stand it any longer. No longer often comes in the normal mid position for adverbs, especially in more formal styles. Elə bu bayaq qeyd etdiyimdə ortada gəlir köməkçi feildən sonra əsas feildən əvvəl. Əgər cümlədə köməkçi feil yoxdursa, o zaman əsas feilin qarşısında işlənir. Sonra in very formal styles we can use no longer in front position with the subject and verb inverted. Deməli biz no longer daha rəsmi, yəni yazıda istifadə edə bilərik. Front position, yəni əvvəldə, cümlənin əvvəlində işlədə bilərsiniz. Bu zaman mübtəda və xəbər bir inversiya eləyir. Məsələn, no longer does he dream of becoming famous. No longer or not any longer are the opposite of still. Bunlar still sözünün, yəni hələ də sözünün antonimləridir. Məsələn, she no longer works here və yaxud da she doesn't work here any longer bərabərdir. Daha doğrusu bunun əksinədir. Nəyin? She still works here. Çünki she no longer works here demək o deməkdir ki, o artıq burada işləmir. Amma she still works here isə bu hələ də burada işləyir mənasını verir. We use not any longer as a response on its own. However, we don't use no longer as a response on its own. Deməli, not any longer biz bir suala cavab olaraq verə bilərik, amma no longer biz cavab olaraq verə bilmirik. Məsələn, baxın, are you still living in London? Not any longer və yaxud da biz buna sadəcə not any longer formasında deyə bilərik. Baxın, no longer və yaxud da not still formasında demək olmaz. Üstündən də xətt çəkilə bilər. No more və yaxud da not anymore. Bunlar necə istifadə olunur? No more və not anymore həmçinin həm determinedir, həm də adverbdir. Determine kimi ismin qarşısında istifadə olunur. Məsələn, baxın, no more questions və yaxud da not anymore questions. Yenə də no more daha formaldır, yazıda istifadə olunur. Not anymore isə informaldır. No more cake və özündən sonra more-a əsasən qoyursunuz ismi. More bilirsiniz, much və meaning-nin müqayisə dərəcəsi olduğuna görə özündən sonra həm sayıla bilən cəm, həm də sayılmayan isim istifadə edilə bilər. No more və not anymore as adverbs, yəni zərf kimi necə istifadə olunur? Zərf kimi hər ikisi cümlənin sonunda istifadə olunacaqdır. Yəni, məsələn, the army has arrived, you should fear no more. Və yaxud da I wouldn't worry anymore if I was you. Əgər sənin yerinə olsaydım artıq qorxmazdım, narahat olmazdım. Neyinirik cümlənin sonunda işlədirik. No more və anymore. No more than və not anymore than. Bu isə ümumiyyətlə comparative degree, comparative quantities bu zaman istifadə olunur. Yəni iki şey müqayisə edirsinizsə, müqayisə dərəcəsində istifadə edirik. Məsələn, it doesn't tell you much. There is no more detail than in the instructions. Yəni o sənə heç bir şey demir. Yəni instruction təlimatda daha artıq detal yoxdur. Eyni şəkildə flying isn't any more expensive than getting the train. Deməli, uçmaq təyyarə ilə getməkdən daha bahalı deyil. Writing anymore yoxsa anymore. Yəni anymore birləşik yoxsa anymore ayrı-ayrı yazılır. Bunların bir-birindən də bu fərqləri var. Nədir bu fərqi? Gəlin baxaq. Normalda ayrı-ayrı yazılan anymore formasında olan həm determine, həm də zərf ola bilir. Yəni təyin edici, həm də adverb ola bilir. Amma bitişik yazılan yalnız zərf olur. Və bitişik yazılanı yalnız siz cümlənin sonunda istifadə edirsiniz, ismin qarşısında istifadə edə bilməyəcəksiniz. Məsələn, gəlin baxaq. I am not cold anymore. Baxın, burada artıq mənasındadır və zərf kimi işlənir. Və yaxud da anymore bitişik şəkildə. I am not cold anymore.
bu formada yazıla bilər. I can't print any more copies. Amma baxın, burada artıq determine kimi ayrı-ayrı olanda istifadə edə bilərik. Any more copies özündən sonra isim gəlibdir. Any more və no more haqqında isə bu qədər qısa məlumat.